Salam dəyərli izləyicilər, 15 iyun 2025-ci il Paris Yay Olimpiya oyunlarının qalibi judoçu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında uğursuzluğa düçar olub. 27 yaşlı idmançı yarışda keçirdiyi elə ilk görüşdəcə məğlubiyyət acısıdadır. O 16'da bir finalda Portuqaliyanı təmsil edən Otari Kvantidze'yə uduzub. Ən təəccüblüsü odur ki, Hidayət 73 kiloqram çəki dərəcəsində reyting cədvəlinə başçılıq etdiyi halda onun heç bir uğuru olmayan 22 yaşlı 49-cu sırada qərarlaşıb. Yəni məğlub olduğu idmançı özü də Heydərov bu çəkidə son dünya çempionuydu. Bu judoçumuzun ötən ilin avqustundan bəri ilk rəsmi yarışı idi. Çünki Avropa çempionatını aprel ayında keçirən Avropa çempionatını zədə səbəbindən buraxmışdı. Beləliklə Azərbaycan judoçularının dünya çempionatında fiyaskosu davam eləyir. Mübarizə əliboş artıq belə deyək, başa vuranların sayı 6'ya çatıb. Bundan öncə Leyla Əliyeva, Könül Əliyeva, Gültac Məmmədəliyeva, Əhməd Yusifov və Ruslan Paşayev fəxri kürsü üzünə həsrət qalmışlar və bugün Rəşid Məmmədəliyev və Fidan Əlizadə də qüvvəsini sınayacaq. Dünya çempionatına ümumilikdə 13 judoçumuz, 9 kişi, 4 qadın qatılıb.